Qeyb yalnız Allahın bildiyidir. Yəni, qeybi onun bildirdiyi xaric, Peyğəmbər xaric, yəni bizlərə kimsə desə ki, misal üçün, sabah sənin başına bu şeylər gələcək, desə inanmaq lazım deyil. Kim ona inanarsa, Allah göstərməsin, İslam dinindən çıxmış olar və İslam dininin gözəlliklərini də itirmiş olar. Çünki əslində bir şey deyim, bunu xütbələrimin birində, vaazlarımın birində də bunu dedim. Dedim ki, yaxşı ki biz qeybi bilmirik. Qeybi bilsəydik, həyat bizə maraqsız olardı. Niyə maraqsız olardı bilirsiniz? Sabah başımıza gələcək hadisələri biz bugündən bilsəydik, sabah olan o yaşamaq həyəcanımız itərdi. Yəni, misal üçün və yaxud da sənin haqqında bir dostunun qəlbindən keçirdiklərini siz bilsəz. Necə olar? İnsan məyus olar. Bəli. Qarşı tərəfin sənin haqqında düşüncələrini bilmək. Yəni, onu oxumaq, onu bilmək, onu, yəni, insan çox belə ağır nəticələr olar. İnsan psixoloji olaraq çöküntü yaşayır.